Hər birinizə salam dostlar, necəsiz? Toyuqları elə belə axşamüstü dedim çıxsınlar, biraz gəlsinlər, ot yesinlər falan filan. Həm bir videoda çəkim sizlərə. Təbii ki, mən bunları buraxmışdım bayıla səhər deməyək, günorta, bir yarım saatlıq da olsa buraxmışdım bunları bayıla. Çıxıb gəzdilər, yedilər, içdilər və yenidən yerlərinə saldım. Dedim yenə bir çıxartım. Bayaqları hündüşqə ballarını da çıxartmışdım bayıra. Bu lalla bu dişini özüm çıxartmalıyam bayıra, yoxsa çıxmırlar, qalırlar içəridə. Qazımız da çıxsın, hamımız çıxın. Hündüşqə ballarını çıxartmışdım, hava isti idi, günəş çıxmışdı falan filan. Dərkən mən də dedim çıxartım, biraz gəlsinlər. Bu arada şey soruşsaz, o sarı toyuğun yanındakı balanı da atmışam bura, burada qalır. Neyse çıxmırlar. Mən özüm çıxsam bunları dalımca gələcəklər. 2 xoruz qalıb. Görəsən bunların hansı lider olacaq. Məncə bu daha dalaşan olacağı üçün həmçinin dalaşqandır, amma bundan qorxurlar. Məncə şey olacaq. Nədir onun adı? Lider o olacaq. O çıxsınlar. Bayaqlar 2 dənə bala indüşqa girib kolluğa da məni öldürdü. Çıxmaram deyib dirəşib girib oturublar içəridə. Day bezdim onları çıxartınca canım çıxdı. Tikanın içinə giriblər. Əllərim deşik oldu. Bu arada yenidən cütləşməyə başlayıblar Pekinlərin birisi. Bu deyəsən. 3 dənə Pekin deyək, o birisi balacadır, onu saymıram. Buydu. Gəlsinlər. Yox, bu deyil. Arxadakı gözü gəlsin. Deyib, ən arxadakı, deyib bu. Buydu. Hər halda buydu. Oh. Ən balaca sotdur. Bir dənə bu cütləşirlər ki, yəni atördəyimizlə, yaşıl başla. Odur. Ondan cütləşirdilər, sonra yenidən bilmədim nə oldusa dayandılar. İndi yenidən başladılar. Neyse sizə mən eşeği göstərim. Keçən dəfə biri yazmışdı, eşeği soruşurdu, göstərərsin derdi. Kim idi? Yadıma gəlmədi. Ama söz verdiğim üçün çəkəcəm. Eşeği bayaqları sürüb gətirib bağladım. Dayı yazığın anasına batıram. Burada qonşunun bağına keçib. Bura bir dəfə batırdı. Eşeğlər, bilməm eşeğlərdə bu xasiyyət var, yoxsa təkcə bu eşeği elə öyrədilibmi? Bir batırdıq yerə ancaq ora batırır, başqa yerə batırmır. Bax, burada görə bilməzsiniz peyinin. Çünki bir yerə batırıram həmişə. Çox batırmır, hər yeri kirlətmir. Ağıllı heyvandır. Gəl. Bunu da dəliləmişik də bu günləri. Daha doğrusu mən istəmədən elədilər. Kol. Tikanın işi gözdə. Ay əlmə yapışdı. Bir 15 dəqiqə olar. 10 dəqiqə olar. Gətirib bağladım. Ay tikan girdi əlmə. Neyse eşeği siz baxın, mən də tikanı çıxartmağa çalışım. Çıxdı. Gəl. Yazıq heyvan qorxudan dəli olub. Çıxıb getdi. Qapısını bağlayayım. Bu nədir? Belə qalsın, girməsin içəri. Getdi, çıxıb. Gedib qapının ağzına dayanıb. Bizcə evdəki bir sahibləni biz... Ay, qapını bağlamışım, qapını açmağa çalışır. Çox bilmiş. Buranı təmizləməyə, qapının ağzını bütün batırıb qoyub bütün.
Bu dekanı git başqa yerdə işlət də. Mütləq qapının ağzına batırmalısan. Keç. Yoxdur qapı sənə. Qarnına bax, məndən böyükdür. Keç. Keç. Mənə sifətləmə bala. Mənə sifətləmə. Keç otdu. Otu keç də. Keç. Keç. Erkek eşeğler şey olur biraz. Problemli olur. Eşeğləri erkeğin mimi olmur. Bunu necə öyrətiblər? Balaca vaxtdan miniblərmi, neyiniblərsə. Poponu mənə çevirmədə. Təbiət tarzını çək o tərəfə. Ay balam. Kim çırdılar? Get ot ye, qorxuram da. Ama çok qəşəng qaçışı var. Bizə ipini dartım. Təmiz tərəfindən. Uzun ipi var, bağlayıram bütün. Hər yeri gəzir. Gəldi, buralar bütün otdu. Gəl ye. Otu talayıb. Belə hündür otları yemirlər. Yemirlər, nədir? Yemir. Hə. Suvenir kimi qoydum da sən bax. Keç, get o tərəfi otu ye. Özür bilərsən. Biz gedək heyvanlara baxaq, toyuqlara. Dalma düşüb gəlir. Ay bala. Yağın cib doyub. Kendisi bilir bana ne. Bax, gedirəm səhər məktəbə. Getməmişəm, bunu bağlayıram. Gedirəm məktəbə. Gəldim saat 2-dir. 2 olur da mən gələndə. Gəldim 2-də. Keçən dəfə bunları bütün yirdi eşek. Eşek desəm olsa düz söz deyirəm. Şey kimi çıxmır. Təhqir kimi çıxmır. Hə, nə deyirdim? Hə, gəlirəm 2-də. 2-dən alıram bu heyvanı, çıxıram küçəyə. Bir də axşam hava qaralana yaxın bu vaxtlarda gəlirəm. Avara olmuşam eşeğinlə. Sözün əsl mənasında eşeğinin avara olmuşam. Qazı çəkək sizə biraz. Bunun da ömrü az qalıb. Yəni məndə olacaq olan ömrü. İşin başım bilirdi bu ördək. Yaşlı baş işin başım bilir. Çox bilmiş. TR2. 3 dənəsi qoşulmur bunlar hələ ki. Fürsətçil. O hamısı bir yeri tam qoşulub gəlsə çox yaxşı olar. Amma neyləmək olar? Kendileri bilir. Biri ayrı gəzir, ikisi ayrı gəzirlər qardaşlar. Bunlar da bir yerdə gəzirlər. Bura nənəmgil ne saxlayır. Onlardan peyin kəsib tökmüşdüm. Toyuqlara yaradı bu. Bütün yaxıblar, yayıblar neydi? Bütün içində olan qurdu böcək yeyirlər. Sizə satmış olurlar. Vitaminlənmiş olurlar. Hər tərəfli yararlanırlar. Mənim videolarımı daha çox az yaşlılar izləyir. Ona görə bəzi suallarıma cavab tapa bilmirəm. Eşek peynini ağaclara qələmləri tökmək olar sizcə? Çoxsu kiçik yaşlıdır deyə bilmirlər. Məncə az miqdarda tökmək olar. Amma tökməmişəm. Ona görə sizdən şey gözləyirəm. Məlumatınızı gözləyirəm. Bunların yerini təmizləmək. Bunlara mən baxmıram deyə
Baxıram belə də. Əvvəl kimi deyil. Burada nəsə var? Yox. Heç hündüşqalara belə bir gündən bir baxıram. Bala hündüşqalara. Eşeğe başım qarışıb. Həmçinin o həvəs qalmayıb da, çünki nə qədər heyvan itirdim. 30 dənə heyvan itirəndə adam həvəsdən düşər də hər halda. Bir gözünün qabağına gətirin, 30 dənə heyvanımız yoxa çıxıb ya da nəsə yeyib. Allah eləməsin təbii ki də. Həvəsdən düşərsə də hər halda. 30 deyil, 29'dur. Bunların ışıqları axşamlarda söndürməm, heç yanıq qalır. Ama yumurta yoxdur. Yumurtaya görə saxlamıram əslində. Nə bileyim. Qalıb da. Ancaq ziyan. Toyuqlara baxmasam belə toyuqlardan vaz keçə bilmirəm. Nə də olsa vaz keçə bilmirəm. Həyətimdə olmalıdır. Bu xoruzlar nə vaxt xoruz olacaq? Ay bala, siz nə vaxt xoruz olacaqsınız? Nə vaxt xoruz olacaqsın sən bala? Gül kimi xoruz miydi eti qırmızını. Sonra Qara Muradın getdiyi heyif, Qara Muraddan heyif. Ya da şey demirəm, Türkiyəni. Ay. Neyse. Boş vermeye çalışaq. Xatırlamaq istəmirəm. Bundan nə xoruz olacaq? Bundan nə xoruz olacaq? Yaxşı ki, yenə satmamışam onu. Bir xoruz məncə bəs eləməzdi 14 toyuğa. Yenə keçənki sayıya düşdük. Yenə həvəslənmişdim ki, keçənkidən çoxdur. Al sənə çox. Çoxluğunu içinə deyib qoydular. Bu xoruzlar niyə böyümür? Yenə deyəcəm, baskınlıq vuran xoruzlar var, yoxdur da. Niyə böyümürsünüz siz? Necə böyümürlər? Yəni yetişmirlər də. Xoruz olub tutarmırlar. Bilməm, toyuqlar baskınlıq vurub bunların üstündə. Kişi olmurlar elə ki. Olmayıblar. Bundan nə xoruzluq gözləyim mən? Bundan nə gözləyim mən? Toyuğa oxşur. Ondan nə bal alacağım mən? Nə bal alacağım ondan? Ölsün ət ki, ondan çıxan bala nə olsun? Neyse. Belə havada qaraldı. Heyvanlar da yığıldı içəriyə. Heyvanlar baxdıqca həvəsim öldürür. 5-3 dənə heyvan qalıb. Yenə şükür eləyirəm. Təbii ki, Allah'a şükürlər olsun ki, ən azından bunlar var. Nə də olsa şükür eləmək lazımdır. Ən azından bunlar var. Ay vay.
Belə. Mövdələr yaxşı öyrəşib. Elə bunu demirəm. Bir dənə qab alım mənim, bir dənə baxım bunları necə yığışacaqlar yanıma. Bir dənə baxın. Bəli canım, bir dənə qab alım. Aldım, bax. Yekə şeyə baxsın. Hamısı yıxıldı. Şaka yaptı. Haydi kesin içeri. Haydi hinduşka eşek. Eləmə. Az qalıb ömrü sənin dolaşma lan. Ay benim balam. Gekarım bura. İçim varsa gel sen tutun kucaklayayım. Gel ataya bir öpüş ver, öpücük. Gel. Şuradan. Bu arada bu taraftaki, bu arkadaki bunu değişeceğim sabahları. Dişiyle, daimle yani. Daimin ördəkləriyle değişeceğim. Başka değişilməli erkəklər çoxdur əslində, amma ki əlim getmiş. Mən Pekin erkeği saxlayayım sizcə? Saxlamasam nə olar? Belki saxlamayayım heç Pekin erkeği. Dişiləri saxlayayım. Elə 5 dənə dişi olsun, 6 dənə dişi olsun, 6 dişi 3 erkek. Çox yaxşı olar. Bir dənə qərarlaşdıracağım. Sabaha kimi vaxtım var. Nə qərarlaşdırdım. Siz də bir dənə məlumat nə deyə? Kömək eləyin, yardımcı olun mənə. Pekin erkeği saxlayayım yoxsa yox? 6 dişi 3 erkeği saxlayayım yoxsa 5 dişi 4 erkeği neydi? Erkeği saxlayayım. Bir dənə tutun baxın, bunlarda nə ağırlıq var, nə çəki var baxın. Mesela ət var bunlarda. Belə boyuna baxanda çox az görünür, amma ələ aldıqda maşallah olur heyvanın. Neydi var heyvanın. Neysə qalsın. Sonra özüm tutaram videodan sonra. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Gələn videoda görüşmək üzrə, görüşərik. Hələlik.